Bugün güclü cəmiyyətin formalaşmasında qadınların aktiv iştirakı və liderlik potensialı xüsusi əhəmiyyət daşıyır. Bu barədə 2-ci qadın liderləri zirvəsində bəhs olundu. Cəhalətdən cəmiyyətə konsepti ilə keçirilən zirvədə qeyd edildi ki, qadın liderliyi cəmiyyətin inkişafında, düşüncə tərzinin dəyişməsində və yeni sosial münasibətlərin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan qadın liderləri zirvəsi yeni ideyaların ortaya çıxdığı, əməkdaşlıqların qurulduğu və qadınların cəmiyyətdə daha fəal rol almasına töhfə verən mühüm platforma kimi qiymətləndirilir. Qadın liderlər zirvəsi bu il artıq 2-ci dəfə keçirilir. İlk dəfə biz fərdlərin bərabərliyi yox, fərqlərin bərabərliyi konsept mesajını vermişdik ki, orada biz artıq sinsiyyət olaraq bərabərliyi yox, aramızdakı rəqabət üstünlüklərinin bərabərliyini vurğulamışdıq. İlk konsept mesajımız ondan ibarət idi, amma bu il cəhalətdən cəmiyyətə seçdik. Biz və cəhalətdən cəmiyyətə qadın sahibkarlığını, qadının təşəbbüskarlığını, cəmiyyətdə onların aktiv iştirakını təbliğ etmək məqsədi daşıyır və bu il əsas konsepti 3 paneldə birləşdirdik ki, bunların da özünün fəlsəfi əsası var. Zirvə müxtəlif sahələri təmsil edən 500-ə yaxın qadın lideri və gənc təşəbbüskarları eyni platformada bir araya gətirdi. Tədbir çərçivəsində iştirakçılar öz fərdi uğur hekayələrini bölüşərək karyera yollarında qarşılaşdıqları çətinliklər, bu çətinliklərin öhdəsindən necə gəldikləri və əldə etdikləri nailiyyətlər haqqında fikir mübadiləsi apardılar. 2-ci qadın liderlər zirvəsində də artıq spiker olaraq fəaliyyət göstərirəm. Keçən il mən də iştirakçılar arasında izləmişdim və mənim özüm üçün də maraqlı bir təcrübə oldu. Bir zirvəyə qalxmaq istəyirsənsə, öz karyera yolunda inkişaf etmək istəyirsənsə, ətrafımızda olan xanımların, içi mən qarışıq, hər birimizin qarşısına cəmiyyət olsun, ailə olsun, dostlarımız olsun, yəni yaxın bildiyimiz insanlar olsun, onlar tərəfindən belə bariyerlər qoyula bilir. Amma bir balaca daha cəsarətli olmaq lazımdır ki, bu da xanımların təbiətində var. Nə qədər zərifdirlərsə, bir o qədər də güclüdürlər və inanıram ki, bu yolda olan maneələri aşıb, dəf edib, öz karyera yollarında öz zirvələrini tapacaqlar. Qeyd eləyək ki, tədbir 3 panel sessiya ilə zirvəyə gedən yol, zirvədəki maneələr və bariyerlər, zirvədə davamlılıq və dayanıqlılıq mövzularının müzakirəsi ilə davam etdi. Tədbir çərçivəsində qadınların qərarvermə proseslərində iştirakının artırılması, gender bərabərliyinin təşviqi və cəmiyyətin inkişafında qadınların rolunun gücləndirilməsi kimi məsələlərə də diqqət çəkildi.